6 həftəlik, 44 günlük şanlı zəfərimizdən 5 il ötür. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bəs bugün biz həmin zəfəri adımıza layiq qeyd edə bilirikmi? Məncə yox. 44 günlük vətən müharibəsindən sonra qazilərimizə qarşı rəftarlar, şəhid ailələrinə qarşı müəyyən hərəkətlər, yerli özünü icra orqanlarının nümayəndələri tərəfindən yol verilən kobudluqlar bunu göstərdi ki, bizdə şəhid ailəsinə, qaziyə, qazi ailəsinə yetərincə diqqət və qayğı yoxdur. Bir çoxları əlillik dərəcələrindən şikayət elədilər, hələ də şikayətçidirlər. Bir çoxları onlara yaradılmayan şəraitdən, söz verilib arxasında durulmayan vədlərdən narazıdırlar. Bunlar məsələnin bir tərəfi. Məsələnin digər tərəfi ondan ibarət ki, bəzi dırnaqarası şəxslər şəhid ailəsi, qazi adından süni istifadə eləməyə çalışdılar. Şəhid ailəsinə, qazi adına layiq olmayan hərəkətlərə yol verdilər. Məsələn, mən faktlarla danışa bilərəm. Məsələn, Şəmkirdə bir hadisə olmuşdu. Şəhid ailəsi öz bu titulundan istifadə edərək digər şəxslərə su vermək istəmirdi yay aylarında. Eyni zamanda başqa bir məsələ, hansısa bir icra hakimiyyəti orqanında hansısa yüksək səviyyəli bir məmur, bəlkə də səviyyəsiz bir məmur şəhid ailəsini təhqir eləmişdi. Bununla bağlı internet resurslarda məlumat yayılmışdı. Və yaxud da hansısa bir qaziyə çox ağır söz deyilmişdi. Səhv eləmirəmsə, Salyanda ya Neftçalada olmuşdu. Həmin şəxs, qazimiz gedib intihar eləmişdi, özünü yandırmışdı. Bu da sosial şəbəkələrdə yayılmışdı bu xəbər. Özdə video görüntülərlə səhv eləmirəmsə. Və biz belə qatma qarışıq vəziyyətdə zəfər günlərini qeyd edirik. Amma biz xalq olaraq fərqindəyikmi ki, 200 ildən sonra ilk dəfə torpağı azad eləmişik. 200 ildən sonra biz bütün layları yerindən oynatmışıq ölkə başçısının təbirincə desək və çox yerində ifadədir. Baxın, nüvə silahı var bugün Pakistanın, amma torpağının müəyyən hissəsi işğal altındadır. Azad eləyə bilirmi Kəşmiri? Yox. Ukrayna Azərbaycan ordusundan qat-qat artıq müdafiə qüdrətinə sahib idi. Elə indi də onun gücü bizdən bəlkə də çoxdur. Ərazisinin təxminən 4/1 işğal altındadır, bəziləri 5/1 deyir. Yəni, bütün bunları ona görə deyirəm ki, sadəcə bəzən mənə elə gəlir ki, kimlərsə imkan vermirlər biz qələbəni adımıza sanımıza layiq yaşayaq. Kimlərsə mane olmağa çalışır. Kimlərsə bu qələbəni unutturmağa çalışır. Əslində bu qələbəni xalqımız qazanıb. Xalq vahid yumruğa dönüb, dəmir yumruğa dönüb, bir olub, bircə olub, 3000 şəhid vermişik. 100 minlərlə, daha doğrusu minlərlə qazimiz var. 100 minlərlə insan bu müharibənin 35 il davam edən bu məşəqqətin əzab əziyyətini içində daşıyıb, kürəyində daşıyıb. 1 milyondan artıq qaçqınımız, məcburi köçkünümüz olub. Və biz əslində tək ermənilərə qalib gəlməmişik. Evsizliyə, yurdsuzluğa, qaçqın adına, köçkün adına hər şeyə qalib gəlmişik. Biz bunun fərqində olmalıyıq. Və bu baxımdan biz məğlubiyyət acısından qurtulmuşuq. Və xaricə gedəndə, indi gedənləriniz yəqin ki var, bunun nə olduğunu yaxşı bilirlər. Başımız aşağı idi. Bizə deyirlər ki, erməni kimdir ki, siz onların belə deyək də boyunduruq altına düşmüsünüz, sizin torpaqlarınızı işğal ediblər. Səsimizi çıxara bilmirdik. Biz deyə bilmirdik ki, bunun arxasında duran Rusdur və yaxud da ki, erməni öz gücünə işğal eləməyib. Ortada fakt var idi, faktdan danışırdılar. Amma indi başımız dikdir. Və indi ona görə həm də bizim başımız dik olmalıdır ki, biz təkcə ermənilərə qalib gəlməmişik, onların havadarlarına da qalib gəlmişik, Ruslara da qalib gəlmişik, qərbbdəki erməni lobbisinə də, ermənilərin arxasında duran digər güclərə də qalib gəlmişik. Bu bir mənalıdır. Amma nədənsə həm daxildə, həm xaricdə müəyyən qüvvələr var ki, bilmirəm bunun adı 5-ci kolondur, ya başqa bir nədirsə, bizə imkan vermirlər ki, biz bu qələbəni tamı-tamına yaşaya bilək, ürək dolusu yaşaya bilək, gözü könlü dolusunca yaşaya bilək. Bizə imkan vermirlər. Və bir nüans da qeyd edeyim ki, biz Türk dünyasının belə deyək də qurtuluşunu təmin elədik bu qələbə ilə. Və Zəngəzur dəhlizi açılandan sonra Balkanlardan Orta Asiyanın uclarına qədər, Monqolistana qədər vahid bir xətt olacaq, Türk dünyasını birləşdirəcək bir həm iqtisadi,
həm sosial, həm siyasi və digər parametrləri özündə birləşdirən bir zolağa sahib olacağıq, quru yoluna sahib olacağıq. Və bunun təminatı artıq Türk dünyasının üçüncü qütb kimi formalaşmasına gətirib çıxardı bu Qarabağ müharibəsi. Təminat bu idi. Və bu baxımdan biz böyük qələbə qazanmışıq. O baxımdan böyük qələbə qazanmışıq ki, Çin, Britaniya nəqliyyat qovşağı, iqtisadi qovşağının mərkəzindən biz keçəsi olduq. Şimal dəhlizi iflic oldu, Cənub dəhlizi iflic oldu və tarixi zərurət, siyasi, iqtisadi şərait elə duruma gəldi ki, bütün o orta zolaq ən təhlükəsiz zolaq kimi qiymətləndirildi iqtisadi marşrutlar üçün və bir kəmər bir yol layihəsi məhz indi Azərbaycandan, eyni zamanda Zəngəzur dəhlizindən, Ermənistandan keçərək Londona qədər uzanacaq. Və bu Qarabağ müharibəsinin gedişindən asılı oldu. Və bunu kim təmin elədi? Təbii ki, Azərbaycan xalqı elədi. Və 30 ilin məşəqqətini biz 44 gün ərzində heç nə olmamış kimi silib süpürüb apardı. Hər kəs birləşmişdi. Son 30 ildə bu xalq ilk dəfə idi mən görürdüm ki, bu qədər bir olmamışdı. Hər kəs dəmir yumruğa dönmüşdü, sözün əsl mənasında. Alma satanından zərgərinə qədər hər kəs əskərinin yanında olmaq istəyirdi. Ancaq nədənsə bu birlikdən qorxanlar sonradan o birliyi də dağıtmağa çalışdılar və müəyyən dərəcədə sanki buna nail oldular. Ancaq Azərbaycan xalqı həqiqətən də uzaq görən müdrik xalqdır və inanmıram ki, kimlərsə onu yıprada bilər, onun qürurunu, onun milli heysiyyatını zədələyə bilər. Və biz buna da imkan verməməliyik. Biz gənclər olaraq, yaşlı nəsil olaraq, yeniyetmələr olaraq xalqın birliyinə zərər gətirəcək nüanslara, tendensiyalara qarşı sıx şəkildə birləşməli və buna amansız olmalıyıq. Və qələbəmizin 5 illiyini qeyd edirik və bu 5 il ərzində biz daha böyük beynəlxalq arenada, beynəlxalq miqyasda uğurlara imza atdıq və hesab edirəm ki, bu uğurların ardı gələcək, ancaq bunu gözə götürməyənlər var həm ölkə daxilində, həm ölkə xaricində. Ölkə daxilində də ölkə xaricindəkilərə işləyənlər təbii ki, olacaq. Onlara qarşı sıx birləşməliyik. Şəhid bizimdir, qazi bizimdir, bu vətən bizimdir və onu qorumaq da bizim üzərimizə düşür. Belə hörmətli tamaşaçılar, özünüzü qoruyun. Gələcəyimizi qorumaq üçün yenə də bu birlik bizə vacib olacaq və dövlətimizin yanında, baxın, dövlətimizin və dövlətçiliyimizin yanında axıra qədər olmalıyıq. Söhbət hansısa şəxslərdən getmir. Bir daha Azərbaycan xalqını, 50 milyonluq millətimizi, xalqımızı bu şanlı zəfər günü münasibəti ilə, 8 noyabr zəfər günü münasibəti ilə, eyni zamanda 9 noyabr dövlət bayrağı günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Hər birinizə can sağlığı arzu edirəm. Hər birinizi bağrıma basıram. Sağ olun, salamat qalın. Elə təbriklərinizi də siz bu videonun altında yaza bilərsiniz. Hələlik özünüzdən və dövlətçiliyimizdən müğayət olun.